şuurlu şəkildə, yəni ağılla, hikmət ilə qavramaq lazımdır ki, bunu Allah bizə niyə görə verib və bizim xeyrimizindir, bizim ziyanımızın deyil. Ona görə də bizə necə xitab edir? Deyir ki, ya əyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyam. Deyir ki, oruc sizə vacib oldu. Yəni sizdən öncəkilərə vacib olduğu kimi sizə də vacib oldu deyir. Kimə deyir? Ya əyyuhəl-ləzīnə əmənu. Qardaşlarım, ey iman gətirənlər sözü Quran-ı Kərimdə 89 dəfə deyilir. Yəni çox vacib, çox önəmli, gözəl bir xəbər veririk sizə, buyurur. Yəni oruc çox önəmli bir şeydir ki, orada da deyir ya əyyuhəl-ləzīnə əmənu. Yəni çox xeyri var, çox bərəkəti var, Allahın rızası var, səbr var. Quran-ı Kərimi anlama ayıdır. Quran-ı Kərimi anlama ayıdır. Çox rəhmi var, çox mərhəməti var. Bu ay o qədər bərəkətlidir ki, Allah Teala insanlara belə görürsən ki, içərisində o rəhmi verir, mərhəməti verir. Hər kəs paylaşmaq istəyir, hər kəs yardımlaşmaq istəyir. Allaha təslim olma ayıdır. Allaha təslim olma ayıdır. Allaha təslim olaraq yaşayın. Çünki Allah istəyir ki, biz Allaha təslim olaraq yaşayaq. Allaha qul olaq, Allaha kölə olaq, bəndəlik eləyək, bəndə olaq. Müsəlman olaraq yaşamaq, müsəlman olaraq yaşamaq. Həzrəti Peyğəmbərimiz buyurur ki, sallallahu aleyhi və səlləm, Ramazan ayı mübarək bir aydır. Biz mübarək nəyə deyirik? Bir şadlığa gedəndə deyir ki, Allah mübarək eləsin. Mübarək təbərəkə sözündəndir. O sözün o qədər gözəlliyi var ki, yəni ondan o tərəfi yoxdur. Ona görə deyir ki, mübarək bir aydır. Yəni ondan o tərəfə gözəl bir şey yoxdur. Allah Teala deyir, sizə bu ayı vacib etdi. O ayda lütf, mərhəmət, rəhmət qapıları sizin üzərinizə açılar. Həzrət Peyğəmbərimiz buyurur. Cəhənnəm qapıları sizlərin üzlərinizə bağlanar. Çünki niyə? Şeytanlar zəncirə vurularlar bu ayda. O ayda bir gecə var ki, o nədir? Qədər gecəsi. O an gecəsi ki vardı, 1000 aydan da xeyirlidir. O gecənin xeyrindən məhrum olan bütün xeyirlərdən məhrum olmuşdur. Yəni o gecənin xeyrindən məhrum olan insan bütün xeyirlərdən, bütün hər bir şeydən məhrum olmuşdur. Ona görə də bu aya Ramazan deyilməsinin bir mənası da ondan ibarətdir ki, səbəbi günahları əridəndir, günahları yandırandır. Oruç tutursan, ac qalırsan, susuz qalırsan və səbri öyrədir Allah, səbr edirsən. Saat 7 olacaq, əzan veriləcək, mən iftarımı açacağım. Onda su içəcəksən, onda yemək yiyəcəksən. Allah Teala sənə səbri öyrədir və səbr eləməyi öyrədir, şükür eləməyi öyrədir ki, yəni vaxtı o vaxtı. Və Allah Teala sənin imanına baxar, mələklərə buyurar ki, baxın mənim qullarıma, mənim icazəm olmadan heç bir şeyə toxunmurlar, dəymirlər, istifadə eləmirlər. Yəni o vaxtı gözləyirlər. Məsələ ondan ibarət deyil ki, saat 7-də olsun, ya 6-da olsun, ya 5-də olsun. Yay vaxtı ola bilər 18 saatdə ola bilər, 17-16 saatdə ola bilər. Qış vaxtı
az da ola bilər, 10 saat da ola bilər, 12 saat da. Söhbət saatdan getmir, söhbət təslimiyyətdən gedir. Allaha təslim olmaqdan söhbət gedir. Ona görə deyir ki, günahları əridir, günahları yandırır. Ramazan odur. Ramazan ayının əvvəli mərhəmətdir, lütfdür. Ortası nədir? Məğfirətdir, bağışlanma. Allah bir lütf verir əvvəlinə, bir mərhəmət verir və ortada bağışlanma gəlir, bağışlanma. Axırı nədir? Cəhənnəm odundan qurtuluşdur. Cəhənnəm odundan qurtuluş. Yəni bunu bizə bir nemət olaraq veribdir ki, biz cəhənnəm odundan qurtulaq. Yəni bu bir mənfəət kimi deyil ki, mən cənnətə gedim deyə oruç tutacağam. Həzrət Əli əleyhissalam buyurur ki, Allahım sənin cənnətin üçün deyil, sən buna layiq olduğun üçün mən sənə ibadət edirəm. Salavat hədiyyə inşallah.